Müəllim, imtahan dəhşət çətin olacaq. Müəllim, imtahan asan olacaq. Görəsən nə olacaq? Bizi qıracaqlarmı? Nə bilim, qətliam mı olacaq? Terror mu törədəcəklər? Uşaqlar, baxın. Bu videonu çəkmək məqsədim təbii ki, sizlərin dünən, bu gün ərzində mənə hədsiz dərəcədə bu yöndə mesajlar yazmağınızdır və qərara aldım ki, baxın, sıxışdırıb arada 5-10 dəqiqə vaxt ayırıb bu videonu çəkmək qərarına gəldim. Dedim ki, ümumi bir cavab verim hamınıza. Narahatçılığınız bilirəm. İmtahan tarixləri artıq bəllidir. Buraxılış imtahanı 9 mart və 15 mart tarixlərində olacaq. Bunu biləndən sonra əksər abituriyentlərin beynində bu çətin olacaq qığılcımı və yaxud da ki, yaza biləcəmmi məsələsi alovlandı da, belə deyək birdən-birə. Əslində narahatçılığınız bir məsuliyyətin göstəricisidir. Yəni, siz əgər narahat olursunuzsa, deməli məsuliyyətli şagirdsiniz. Əgər imtahana elə belə kimsə kefindən gedirsə, təbii ki, onlar narahat olmayacaq. Əgər siz həqiqətən də narahatsızsa, dediyim kimi, məsuliyyətli şagirdsiniz və məsuliyyətinizi dərk edirsiniz. Və bilirsiniz ki, çiyinlərinizdə olan yük, ətrafdan gələn baskı, ata, ana, qohum, əqrəba, nə bilim, dost, tanış, plus özünün arzuların, xəyalların hamısı səni, belə deyək də, o üzərindəki baskının səbəbləridir. Anlayıram sizi, gözəl də başa düşürəm, normaldır. İmtahan prosesi hər bir insanın, belə deyək də, o çiyinlərinə təxminən eyni yük qoyur, eyni məsuliyyət qoyur. Görən necə olacaq? Düşünün ki, baxın, mən belə imtahana girsəm, bəlkə mən də sizin kimi o şeyləri düşünərəm. Ki, görəsən necə olacaq? Çətin mi olacaq? Asan mı olacaq? Ay, nə bilim, belə mi olacaq? Baxın, mən bu videonu dediyim kimi, sırf sizə görə çəkmək qərarına gəldim. Uşaqlar, bütün bu narahatçılıqlarınız, bütün bu panikanız, deyim, bütün bu stresiniz düzdür, imtahanda da davam edəcək, imtahana qədər də davam edəcək. Amma mənə görə, baxın, hər il eyni his, eyni həyəcan bütün illərdə olub. Yəni, biz belə deyim də, mənim özüm bəlkə də 15 ildən də çoxdur abituriyentlə işləyirəm və hər il eyni şeyi yaşayırlar. Hər il eyni şey olur. Bizə bu il daha çətin düşəcək kafası. Başa düşdünüz nə demək istəyirəm? Sizdə də var o, məsələn, səndə də var. Düşünürsən ki, indiyə qədər olan buraxılışlar boş idi, amma mənə tamamilə fərqli, möcüzəvi, fantastik, mərkəzi Kongodan, nə bilim, Yugoslaviyadan, nə bilim, Cənubi Amerikanın insan görməmiş meşələrindən, Amazondan falan gətirib sual salacaq. Xeyr, sən başqa abituriyentlərdən, bu günə qədər imtahan vermiş abituriyentlərdən qeyri-adi biri deyilsən, onlar kimisən və eyni imtahanı, eyni mərkəz, yəni Dövlət İmtahan Mərkəzi keçirir və onlar stabil olaraq abituriyentlərin orta bilik səviyyəsini nəzərə alır. Sizə qarşı qərəzli deyirlər, dövlət universitetlərinə və eyni zamanda digər hansı ki universitetlər var, onlara qəbul planı var. O planı doldurmaq üçün sizin ən yaxşılarınızı seçmək istəyirlər. Düzdürmü? Buna görə də heç vaxt düşünməyin ki, bizə möcüzəvi suallar soracaqlar. Yəni, onlar sizi kəsib tökmək və yaxud da ki, nə bilim, qırıb batırmaq üçün çalışmırlar. Normal suallarınız olacaq. Mətnlər üzrə həmişə işlədiyiniz, əgər işləmişsinizsə təbii ki, sınaqlarda, nə bilim, test toplusunda gördüyünüz sual tipləri eyni ilə orada da gəlib qabağınıza çıxacaq. Məsələn, həqiqi məcazi məna ilə bağlı, məsələn, üslubla bağlı, məsələn, struktur sualı, məsələn, tezis, müddəa fakt məsələsi, məsələn, sizə mən nə deyim başqa, plan qurmaq məsələsi, ondan sonra kontekstə görə cümləni tamamlamaq, nə bilim, ümumən, baxın, topluluqda nələr işləyirsiniz və yaxud da sınaqlarda, indi müəllimlərin hazırlıqlara gedirsiniz, müəllimlər sizə hansı tip sınaqlar verir? İndi bilmirəm də, bəzən ola bilir, müəllimlər heç sınaq işlətmir ümumiyyətlə, belələri də var təbii ki, amma yəni nə cür işləmişsiniz indiyə kimi? Əvvəlki buraxılışlarda nə görmürsünüz? Baxın, eyni şey ortalama sizə düşəcək. Bir publisistik mətniniz olacaq, hamıda olub. Sizdən qabaqçılarda da olub, sizdən sonrakılarda da olacaq. Bir dənə bədii mətniniz olub, sizin də olacaq, sizdən qabaqçıların da olub, sizdən sonraki. Sadəcə məsələ nədir? Sən bura qədər nə öyrənmisən məsələsidir. Uşaqlar, baxın,
Deməli siz bura qədər necə hazırlaşmısınız? Hansı proqram üzrə hazırlaşmısınız? Sistemli mi çalışmısınız, yoxsa nə gəldi, harda gəldi, necə gəldi? Bir dənə oradan bir mövzu, buradan bir mövzu. Bilirsiniz, bəzən abituriyentlərin bu hazırlıqlarını nəyə bənzədirəm? Düşünün ki, bir nəfər bizi toya çağırır və gedirik toya. Normalda biz axşamlar tutaq ki, belə deyək də, nə bilim, sup-çip yatırıq, günorta nə bilim, pendir yeyirik, səhər-səhərdə durat şirin çay yeyirik. Nəsə, belə standart bir yeməklərimiz var da, menümüz çox qarışıq deyil. Amma bəzən gedirik, məsələn, toya gedəndə, baxa, süfrədə nələr var? Bir dənə buradan zeytun, buradan nə bilim, kələm, buradan noxud, oradan ət, buradan kabab, buradan nə bilim, axşam da gəlir, mədə cırılır. Bəzən abituriyentlər belə, bilirsiniz, o gəlirlər, oxumurlar. Gəlirlər axıra çatanda, birdən-birə artıq buraxılış vaxtıdır. İstəyir ki, bu, indiyə qədər o hansı ki, boş-boş vaxtlar sərf eləmişdi, nələrəsə, həmin vaxtı doldursun. O boşluğu doldurmaq üçün nə edir? Başlayır biraz ondan, biraz bundan, nə bilim, belə, yavaş-yavaş beyni yükləməyə. Nə olur onda da? Düzdür, müsbət də ola bilər, yəni yüklənmək mənfi də nəticə verə bilər, müsbət də, amma istənilən halda sistem gözəl şeydir. Baxın, sistemli hazırlıq yaxşı bir şeydir. Baxın, biz, düzdür, indi mən deyəsiz, müəllim keçdi öz qrupunu filan, bu blok sürət qrupunun reklamıdır deyək də, bura qoymuşam. Burada inşallah bu blokdan sonra, buraxılışdan sonra başlayacaq bunu. Düz bloka kimi, birbaşa elə bir ki, buraxılışdan dərhal sonra başlayır. Buna qoşulan uşaqların dahi hazırlığa getməyə ehtiyacı zadı yoxdur. Müəllim yanına getsinlər falan. Hamısının burada artıqlamasına, bura qədər sınaq, nə bilim, seçmə suallar, o toplu, bu toplu, onun içərisindən sual, bunun içərisindən mövzu sınaqlar, hər şeyi görəcəklər. Heç hazırlığa getməyə belə ehtiyaclar olmayacaq. Amma nəyi demək istəyirəm? Baxın, bizim bundan qabaq, indi yanvar ayının əvvəlində buraxılış sınaq qrupumuz, sınaq deyirəm, sürət qrupumuz başlayıb. Sınaq qruplarını düzdür biz dərsə girmirik. Yəni, sınaqda atdıq, uşaqlar işlədi, izahı varsa atırıq, yoxdursa da həftə sonları bir dəfə həftə ərzində atılan sınaqların izahını veririk. Amma sürət qrupunda təsəvvür edin, həftədə 4 dəfə dərsdir və proqramını mən sizlər üçün də paylaşmışam. WhatsApp kanalımızda var. Buradan keçib, məsələn, WhatsApp kanalımıza da baxa bilərsiniz, əgər görməmişsinizsə. Bundan qabaqki videolarımızda da sırf onu paylaşmışam. Siz ora, məsələn, orada görürsünüz, sistem var. Məsələn, mən bugün bunları eləyəcəm. Gələn dərs bunu eləyəcəm, gələn dərs bunu eləyəcəm, gələn dərs bunu eləyəcəm və nəticə etibarilə sən artıq düz buraxılışda görürsən ki, mən 40 dənə sırf buraxılış tipli, 50 dənə buraxılış tipli sınaq işləmişəm. Və inanın mənə, inanın bunu səmimi olaraq deyirəm, nə üçünsə demirəm, qəti, mən belə deyim də, nə qədər, belə deyək, şagird hazırlasaq da, abituriyent hazırlasaq da, heç vaxt vicdansız danışmaram da. Yəni, onun birbaşa təsiri olur. Bəzən, bax, məsələn, mənə yazır uşaqlar, bax, elə bayaq da WhatsApp kanalımızdan yazmışdı biri. Müəllim, qrupda çox uşaq var. Necə olacaq? Bəs nətər çatdırırsınız? Bilirsiniz nəyə alışıblar? Nəyə alışıblar? Getsinlər hazırlığa. Hazırlıqda müəllim onlara 3-5 dənə sual versin. İsim nəyə deyilir oğlum? Sən de. Bu da desin ki, əşyanın adını bildirən. Sən də de, görün, mənsubət şəkilçiləri hansılardır? Bu da əzbər desin. Belə yola verirlər. Azərbaycan dili bunu sevmir. Bax, mən sizə deyirəm, əgər elədirsə həqiqətən müəllimimiz, məsləhət görərəm ki, gedin başqa bir müəllim tapın özünüzə. Çünki Azərbaycan dili onu sevmir. Uşaqlar, şifahi sual cavab, nə bilim, əşyanın adını bildirən nitq hissəsini mənə dedin nə fərqi, demədin nə fərqi. Sən mənə praktiki göstər, testdə göstər bunu, nə bilim, nümunə verəcəm sənə, cümlələr verəcəm, cümlədə tap göstər. Sən mənsubiyyəti cümlədə tapa bilmirsənsə, sən sintaktik təhlil, cümlə üzvlərinin hamısını bilirsən, suallarını, nə bilim, cümlə üzvü nədir anlayırsan, amma təhlil edə bilmirsənsə, sən öyrəndiyin boşdur. Bax, biz bu qruplarda, bu sürət qruplarında boşluqları doldururuq. Boşluqları doldururuq. Hamısı çala-çala qalmış boşluqlar var uşaqlarda, şagirdlərdə və çalışırıq ki, onu praktiki cəhətdən biz işlədək. Məsələn, mənim qrupumda 500 nəfər də olsa, söz gəlişi deyirəm, bu olmur. Bir nəfər də olsa, mən eyni şey eləyəcəm. Eyni şey eləyəcəm. Mənim proqramım var, mənim sistemim var. Sistemlə sən bugün bunu, sabah onu, o birisi gün bunu eləyəsən, mən dərsə girdimsə, mən dərsdə tutaq nə işlədəcəm? Tutaq fonetikadır. Mən sənə bir 50 dənə, 60 dənə söz tələffüz elətdirəcəm. Sən əgər o tələffüzləri bacarmırsansa, sən görəsən zəif yerini və
Biraz daha mən sənə kitablar deyəcəm, oradan onların tələffüzlərini öyrənəsən. Və ya gəldin sintaktik təhlil və yaxud da nə bilim hansısa bir mövzu, köməkçi diksiyələr olsun. Oradan mən sənə nümunələr üzərindən köməkçi diksiyələr verəcəm. Seç burada. Ədad hansıdır, qoşma hansıdır, bağlayıcı hansıdır, hansı ardıcıllıqla işlənib, özə bilirsiniz. Ən çox şeyə düşən, nə deyirlər adına, buraxılışda, blokda düşən bir şeylər. Mən sənə praktiki öyrədəcəm. Başa düşürsünüz? Bir də olsa, min də olsa eyni şey eləyəcəm. Nəticə itibarilə sən özün də görəsən ki, buraxılış öncəsi və yaxud da indi blok sürət qrupunuz üçün. Nəticə olaraq görəsən ki, sən özün indiyə qədər elədiklərin həqiqətən də bilmirəm, yəni hamınız üçün demirəm, bəzi kimisə haqqına girməyim. Təbii ki, yaxşı formada eləyənlər də var. Amma görəsən ki, burada bambaşqa bir mühit görürsən. Düzdürmü? Burada sistem görürsən. İndi sözümü nəyə gətirəm uşaqlar? Bu şeyin arasında elə biləsiniz ki, müəllim elə reklamını elədi. Xeyr, həqiqətən də fikrim o deyildi. Yəni nümunə üçün deyirəm ki, yəni sistem, ardıcıllıq. Baxın, proqram. Elə olur ki, proqramsız şəkildə ilin hansı günündə bitirəcəklərini bilmədən elə belə gündəlik bir mövzu keçirlər. Ədəbiyyat da belədir. İnanın, ədəbiyyatdan uşaqlar gəlir. İndinin özündə də dərslərə qoşulurlar. Müəllim, biz bunu belə öyrənməmişik. İlk dəfədir bu qədər bir dənə balaca əsərdən sual verir. Təsəvvür edin, bir dənə əsərdən, nə bilim, bəlkə 100 dənə, 200 dənə, 300 dənə sual verir. O nöqtə qalmır ki, orada toxunmamış olar. Və yaxud da, nə bilim, bunu görən uşaq da görür ki, əslində bura qədər elədiyi boşmuş. Peşmançılıq falan. Biraz bəzən olur, uşaqlar elə olanda mən motivasiya verirəm ki, ev yox da, nə öyrənmirsən, bura kimi, buradan başla, belə davam elə. Görürəm ki, maşallah olsun, 1 ay, 2 aydan sonra irəli gəlirlər. İndi sizin də özünüzün uşaqlar bir sisteminiz olmalı. Bax, 2 aylıq deyək, 2 ay deyildi, 1 ay yarım deyək. 1 ay yarım vaxtınız var, onu cədvəlləşdirin, bizimkindən də istifadə edə bilərsiniz. Bax, proqramı götürün, dərs dedin, ödənişli kimsə ödənişli qrupa qoşula bilmir və yaxud da ki, müəllim yanına gedir, deyir ki, mən ora ödəyirəm, bura necə qoşulum məsələsi var. Onu da başa düşürəm. Ona görə qoşulmaya da bilərsiniz. Rahat, proqramı vermişəm sizə. Qruplardan götürün və onun üzərindən özünüz hazırlaşın. Bilirsiniz necədir? Bəzi adamlar həqiqətən də vicdansız olurlar. Yəni, qoşulursan, məsələn, bir müəllimlə və yaxud kimlənsə deyək də, hazırlaşmağa çalışırsan. Ancaq sənə elə bir ki, deyir, hə, falan şey yox, sən yaxşı bu dəfə, hə, bir baxırsan, gəldik, çıxdıq. Sual cavab olmalıdır, praktiki iş olmalıdır, cümlə təhlillər olmalıdır, nümunələr üzərində iş olmalıdır. Mətni bir-bir suallarını müəllim sənə yoxlamalıdır. Nəticə etibarilə sənin nəticən yüksəlsin. Eybi yox, müəllimsiz də bunu eləyə bilərsiniz. Baxın, müəllimsiz də özünüz də eləyə bilərsiniz. Qoydunuz buraxılışı qabağınıza. Sınağı işləyin. Sınaqdan sonra bir-bir o suallar necə yazılmışsan, cavabda nə verib? Məsələn, nə cür cümlələr quranda daha dolğun hesab edilir, görürsən də orada cavabları. Ona uyğun şəkildə qurmağa çalış. Bir sual tipini öyrənmək artıq o sualı düz yazılmağa bərabərdir deyək. Şagirdlər bəzən boş-boş ancaq say artırırlar, mətn işləyirlər. Falan mətn işləmişəm, falan toplunu işləmişəm. Hələ müəllimlər bəzən olur, məsələn, o bir reklam mənim toplumdur, bu bir toplum. Toplu çıxarda bilərəm. Mən də bir dənə 100 dənə mətn yazıb da bir dənəsini reklam eləyərəm. Biznes xarakterli belə bir şey, amma eləmirəm. Niyə? Çünki Dövlət İmtahan Mərkəzi həqiqətən də çox gözəl, heç başqa testi işləməyə ehtiyac yoxdur. Çox sayda mətn verib sizə və o mətn işləyən şagird, biraz da sınaqlar əlavə formada işləyən şagird hazırdır. Bax, bu qədər bəsit. Ona görə panik yapmayın, rahat olun, içiniz rahat olsun. Başqa illərdən qeyri-adi, fərqli, nə bilim, üstün formada bir şey salmayacaqlar sizə. Siz normal həmişəki şagirdlərin verdiyi buraxılış imtahanı verəsiniz. Məsələn, 2 gün bundan qabaq model sınaq təqdim edir Dövlət İmtahan Mərkəzi kanalımızda var, baxa bilərsiniz. Bax, məsələn, o sınağa baxın. Ondan hələ biraz daha asan düşəcək sizə, əmin edirəm sizi. Yəni, burada ölü arxasınca danışmıram ki, video qalır da burada. Sonra gəlib yazarsınız ki, müəllim, demişdiniz bundan asan olacaq. Yəni, olacaq, narahat olmayın. Belə, inşallah buraxılışı da gözəl, qəşəng verin. Sonra gəlib bu qrupa qoşulmağınızı məsləhət görürəm. Belə.